Azərbaycan yüksək texnologiyalar sahəsində Ermənistanı keçə bilərmi? Süni intellekt startap layihələrində elmi-texnoloji inkişafda Ermənistan yoxsa Azərbaycan Qafqazda söz sahibidir? Global Startup Ecosystem indeksinə görə Ermənistan Cənubi Qafqazda startap layihələrinə görə birincidir. Reyting cədvəlində Ermənistan 54-cü, Gürcüstan 71-ci, Azərbaycan isə 74-cü yerdədir. 2025-ci il Qlobal Startup Ekosistemi hesabatında My.gov hökumət portalının Asan Xidmət layihəsinin Teknex təqaüd proqramının son illər Azərbaycanda təşkil edilən uğurlu layihələr olduğu qeyd olunub. Hesabata görə 2024-cü ildə Azərbaycanda startap layihələrinə 4,1 milyon dollar investisiya qoyulub. Ermənistanda isə eyni bu göstərici 16,4 milyon dollar olub, yəni Azərbaycandan 4 dəfə çox. Cəmi 3 milyon əhalisi olan Ermənistanın artıq ilk unicornu da mövcuddur. Unicorn startap dünyasında dəyəri 1 milyard dollardan çox olan şirkətə deyilir. Dünyada şəkil video proqramı kimi tanınan Pixart Ermənistanın ilk unicornudur. Bir neçə il öncə bu şirkət qərargahı Yerevanda yerləşən daha bir Ermənistan startapı olan Deepcraft alıb. Deepcraft da şəkil, video, maşın öyrənilməsi, kompüter görmə, computer vision sahəsində ixtisaslaşmış şirkətlərdəndir. Bundan başqa gələn il ABŞ-ın tanınmış Nvidia şirkəti Ermənistanda 500 milyon dollar dəyərində süni intellekt fabriki istifadəyə verəcəyini açıqlayıb. Nvidia və Dell-in serverlərindən istifadə edərək qurulan bu yer regionun ilk böyük süni intellekt mərkəzi olacaq. Beynəlxalq media yazır ki, Ermənistanın elm-texnologiya sahəsində sürətli inkişafında erməni diasporunun rolu var. Xüsusilə ABŞ-dakı erməni diasporu Ermənistana texnologiya sahəsinə yönəlmiş dəstək verir. Amma bundan başqa Ermənistan hökuməti vergi güzəştləri tətbiq eləyir. Şagirdlərin, gənclərin bu prosesə cəlb olunması üçün layihələr keçirir. İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə Ermənistanda iqtisadi böyümə sürəti, orta aylıq əmək haqqı və adam başına düşən pul Azərbaycanı artıq ötüb. İqtisadçı deyir ki, yüksək texnologiyalar mövzusunda Azərbaycan Ermənistanla rəqabətdə bir addım geridə qalır. Azərbaycanda da startaplarla bağlı yeni təşəbbüslər var. Amma bu təşəbbüslərin həyata keçirilməsi üçün startaplarla iqtisadi oyunçuların bağlantısını qurmaq lazımdır. Yəni iqtisadiyyatda onlar önəmli rol oynamalıdırlar. Bunun mexanizmləri tapılmalıdır. Yəni ya xarici investorlar olmalıdır Ermənistandakı kimi. Məsələn, Nvidia şirkəti bilirsiniz dünyada ən böyük şirkətlərdən biridir, bəlkə də birincisidir kapitalizasiyasına görə. Ya da ki, daxili startapların, Azərbaycanda yaranan informasiya texnologiyalarla məşğul olan şirkətlərin həm ölkə daxilində, həm xarici bazarlara çıxış imkanları yaxşılaşdırılmalıdır. Bununla bağlı hökumətin bir proqramı olmalıdır, bir vizyonu, baxışı olmalıdır. Bu il Prezident İlham Əliyev 2025-28-ci illər üçün süni intellekt strategiyasının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə süni intellekt sahəsində inkişaf, kadrların yetişdirilməsi və sair nəzərdə tutulur. 10 il əvvəl yaradılan Yüksək Texnologiyalar Parkı da oxşar məqsədlə təsis olunmuşdu. Natiq Cəfərlinin sözlərinə görə Azərbaycan startap layihələrinin dövlət xidmətində istifadəsinə görə qabaqdadır. Məsələn, Asan Xidmət, Dost Xidmət kimi layihələr buna misal ola bilər. Amma bununla belə iqtisadçı düşünür ki, qanunvericilik bazasında çatışmazlıq hökumətin təşviqat proqramlarının yetərli olmaması səbəbindən Azərbaycan ümumilikdə bu yarışda geri qalır.